Salam, hörmətli həmvətənlər, hörmətli soydaşlar. Deməli, belə bir sual gəlib ki, Allah şeytanı niyə öldürmür? Axı Allah güclü və qüdrətlidir. Həqiqətən çox maraqlı sualdır. Mən də bu sual ətrafında düşünmüşəm və indi dediyim bu cavab həqiqəti əks etdirmir. Yəni, mənim sadəcə təxminimdir, bu bir ehtimaldır. Yenə deyirəm, insan təfəkkürü ilə düşünəndə ortaya çıxan bir mənzərədir. Yəni, siz də düşünüb bu barədə öz fikirlərinizi, öz ehtimallarınızı təbii ki, səsləndirə bilərsiniz. Yəni, mən belə düşünürəm ki, Allah şeytanı öldürə bilmir. Bu necə baş verir? Deməli, təsəvvür eləyin ki, hələ heç nə yaranmayıb, dünyada heç nə yoxdur, dünya tamamilə bir boşluqdan ibarətdir. Bir tək Allah var və gücü, qüdrəti, hər şeyə qadir, qadir mütləq, nə bilim, bütün funksiyalar var Allahda. İndi bildiyimiz funksiyaların hamısı var. Ancaq bunu görən, buna tərifləyən bir heç nə yoxdur da. Bu gücü istifadə edəcəyi bir nəsnə yoxdur. Necə ki, məsələn, siz səhrada 1 milyon manatın sahibi ola bilərsiniz. 1 milyon manat pulunuz var, 1 milyon dolar pulunuz var, səhranın ortasındasınız. Yəni, bu pul artıq orada lazımsız bir şeyə dönüşür. Çünki onu istifadə edə biləcəyiniz əgər bir market, bir restoran yoxdursa, bu pul lazımsız sayılır. Həmçinin güclər axı nisbidir, güc nisbətdə bilinir. Yəni, sən daha güclü adamların yanında sənin gücün zəif görsənir, daha zəif adamların yanında sənin gücün güclü görsənir. Məsələn, sən 1000 manat aylıq gəlirlə Azərbaycanda aşağı təbəqədə yaşayırsansa, həmin 1000 manat aylıq gəlirlə sən Afrikanın Burundi ölkəsində, məsələn, digər kasıb ölkələrdə varlı elit təbəqə kimi yaşaya bilərsən. Çünki yenə deyirəm, güc anlayışı nisbidir. Güclər yalnız və yalnız digər gücə nisbətdə bilinir, kimin nə qədər güclü olduğu. Tanrı da təsəvvürlə güclüdür, qüdrətlidir. Elə bir ki, 1 milyon pulu var, ancaq istifadə eləməyə heç nə yoxdur. Belə olan halda Tanrı İlk öncə mələkləri yaratdı. Çox məhdud funksiyalar var idi. Yalnız ibadət eləməyi, tərifləməyi və s. və ilaxır. Və onlar Tanrını başladılar tərifləməyə. Elə Tanrını harada görürdülər, ibadət edirdilər, onun şərinə təriflər yağdırırdılar. Bu da bir müddət sonra artıq Tanrını bezdirməyə başladı və ondan bir üst versiya olan cinləri yaratdı. Cinlərin də, yəni mələklərə baxanda üstün funksiyaları olsa da, ümumi götürəndə cinlər də məhdud funksiyalıydılar və yenə də Tanrını tam qane etmədi. Belə olan halda Tanrı şeytanı yaratdı. Şeytan daha kompakt, daha universal, daha güclü və düşünmə qabiliyyəti olan, məntiqi olan, zəkası olan, gücü olan bir varlığı idi və Tanrı insana qədər olan bütün varlıqların hamısını ölümsüz yaratmışdı. Tanrı şeytanı digər varlıqlar kimi, yaratdığı digər varlıqlar kimi, mələklər və cinlər kimi ölümsüz yaratmışdı. Və mələklərə və cinlərə nisbətdə ona əlavə funksiyalar vermişdi, əlavə güclər, əlavə qüdrətlər vermişdi və bu güc, qüdrət şeytanın zəkası sayəsində müəyyən bir müddətdən sonra artıq irəliləməyə başladı və şeytan daha güclü, daha qüdrətli olmağa başladı. Hətta haradasa Tanrıya bərabər bir nisbətdə qüdrətə sahib oldu. Tanrı bu nöqtədə artıq səhv etdiyini dərk etdi və şeytanı cəzalandırmaq qərarına gəldi. Çünki şeytanı öldürə bilməzdi. Ondan əlavə artıq şeytan və Tanrı haradasa bərabər gücdə bir varlıqlardı. Bunu nəyə görə qeyd edirəm? Çünki şeytan o qədər qüdrətə çatmışdı ki, Tanrının qarşısında ona şərt qoyacaq qədər artıq özünün öz gücü var idi. Yəni, sən təsəvvür elə ki, oturub Tanrı ilə üzbəyüz Tanrıya şərt qoyur və Tanrı onun şərtlərinə tabi olur, onun şərtlərinə müsbət cavab verir. Yəni, bunu edə biləcək başqa bir varlıq təbii ki, yoxdur. Çünki şeytan qüdrətdə bir yaradılış yoxdur və Tanrı şeytanda olan səhvlərini insanda düzəltdi. Artıq insana ölüm funksiyasını verdi və digər səlahiyyətləri məhdudlaşdıran limit qoydu səlahiyyətlərinə. İnsan o limitlərin çərçivəsindən çıxa bilmir. Hansı şeytan bu limitləri asanlıqla keçə bilir. Çünki şeytanda bu limitlər yoxdur. Şeytan Tanrıya bərabər gücdə bir varlıq olduğuna görə Tanrının qarşısına qoyub oturub şərt qoya biləcək bir qüdrətə sahib idi. Düşünün ki, indi deyirlər, güya ki, şeytan 60 min il ibadət eləyib, nə bilim 6 min il ibadət eləyib və Tanrı onun əvəzində
bunları verir. Bunların hamısı absurddur. Nəyə görə absurddur? Məsələn, şeytan ömrünün 70-80%-ni, məsələn, bir insan ömrü götürsək, 80 illik insan ömrü götürsək, onun 80%-i 50-60 il ibadət edən bir şəxs Tanrıya şərt qoya bilərmi ki, ay Allah, bəs mən sənə ibadət eləmişəm, əvəzində mənə qanad ver, uçum və yaxud da nə bilim, digər bir funksiya əlavə elə mənə. Heç cənnəti belə şərt kimi qoya bilmir. Yalnız və yalnız ibadət eləsə belə Allahdan istəyir. Allaha yalvarır, Allahdan istəyir ki, onu cənnətə göndərsin və 60 il, 80 il yaşayıb, məsələn, 79-cu ildə dindən çıxsa, Allaha şərik qoşsa və yaxud da Allaha üsyan eləsə, təbii ki, Allaha şərik qoşmaq artıq ən böyük günahlardan biri sayılır və onun bütün digər savabları artıq ləğv olunur. Şeytanda niyə bu tətbiq edilməlidir? Çünki şeytan, yenə deyirəm, özü özlüyündə qüdrətə sahib bir varlıq idi, Tanrı qüdrətində, Tanrı səviyyəsində bir varlıq idi və Tanrı onunla razılaşmaq məcburiyyətində qaldı. Tanrı şeytanı öldürə də bilməzdi, çünki şeytan ölümsüz yaradılmışdı. Digər bir versiya isə mənim düşündüyüm Tanrı ilə şeytanın dünyanı şərikinə yaratmağıdır. Bu necə baş verib düşünürəm ki, təsəvvür edin, yenə o boşluq, yenə boş dünya, heç nə yox. İki dənə yaradılış var, iki dənə varlıq var, biri Tanrı, biri şeytan bərabər gücdə. Bunlar haradasa bir yerdə rastlaşırlar, başlayırlar döyüşməyə. Döyüşürlər, bir-birlərinə qalib gələ bilmirlər və nəticədə bunlar birləşirlər və başlayırlar əlavə şeylər yaratmağa. Dünyanı, insanları, mələkləri, cinləri yaradırlar ortaq şəkildə və müəyyən bir nöqtədə aralarında narazılıq baş verir və başlayırlar yaratdığı şeyləri bölməyə. Məsələn, Adəmi biri götürür, Həvvanı biri götürür, biri Fironu yaradır, biri Musanı yaradır, ona alternativ, biri İmam Hüseyni yaradır, şeytan ona alternativ Yezdi yaradır, biri İraqı götürür, biri Norveçi götürür və insanları və bütün yaradılışları bölürlər, təbiət hadisələrini Mikail əleyhissalama tapşırırlar, öldürməyi Əzrail əleyhissalama tapşırırlar. Bu iki məsələ yalnız və yalnız onlardan bir ixtiyar baş verir. Digər məsələlər, dil yaratmaq və s. funksiyalar hər ikisində bərabər şəkildə bölünür və bunlar başlayırlar insanları öz tərəflərinə çəkməyə. Tanrı onlara cənnət vəd eləyir, şeytan onlara öz cənnətini vəd eləyir. Məsələn, cəhənnəm kimi bizim düşündüyümüz yer əslində şeytanın cənnəti ola bilər və insanlar öləndən sonra, öldükdən sonra Allahın yolunu tutanlar Allahın cənnətinə, şeytanın yolunu tutanlarsa şeytanın cənnətinə gedə bilər. Tanrının cənnəti düşündüyümüz yer biraz şablon və minimal funksiyalı cənnətdir. Orada yalnız yemək, içmək, sərin hava, meh, şərab, belə şeylər. Şeytan isə daha demokrat və daha azad düşüncəli olduğuna görə mənə elə gəlir ki, şeytanın cənnəti adlandırdığımız cəhənnəmdə daha başqa şeylər olacaq. Məsələn, internet ola bilər ki, olsun və yaxud da ki, şeytana xas olan məsələlər var, hansı ki, bu dəqiqə şeytani şeylər deyirik. Tanrının əslində bir sərhədi var, şeytanın heç bir sərhədi yoxdur. Şeytanın vəd etdiyi cənnətdə də çox güman ki, məsələn, hər şey sərhədsiz olacaq. Lap ikinci variantda götürsək ki, şeytanın cənnəti dediyimiz yer əslində elə Tanrının cəhənnəm dediyi yer kimi bir yerdir. Belə olan halda belə düşünürük ki, Norveç, məsələn, buzlaqlarının ortasında cənnət yaradıb, Yaponiyanın texnoloji inkişafı göz qabağındadır, digər inkişaf etmiş ölkələr var, hansı ki, günü-gündən inkişaf edirlər, böyük nailiyyətlərə çatıblar. Bunlar hamısı təbii ki, insan zəkasının məhsuludur, insan düşüncəsinin məhsuludur. Və bunu edən insanlar çoxsu əksəriyyəti şeytanın yolunda olan insanlardır və bu insanları cəhənnəmə atsan, bir müddət sonra o cəhənnəmdə elə şəraitlər yarada bilərlər ki, cənnətdəki insanlar Tanrıya yalvara bilər ki, məni də o cəhənnəmə atın. Çünki düşünürük ki, bütün müsəlman ölkələrin hamısı İraq, İran, nə bilim digərləri və Yaponiyada, Çində olan inkişafa baxırlar, həsəd aparırlar və ora getməyə, ora qaçmağa can atırlar. Bu orada da baş verə bilər. Çünki bunu burada yaradan insanlar təbii ki, orada da yarada bilərlər. Məsələn, mən düşünürəm, cənnətdən fərqli olaraq cəhənnəmdə daha texnoloji avadanlıqlar olmağı mümkündür. İnternetin, nə bilim, paltar yuyan, qab yuyan, maşın, samalyot, belə şeylərin
cəhənnəmdə, yəni şeytanın cənnətində ola bilmə ehtimalı var. Ehtimal demiş, bunlar hamısı bir ehtimaldır, heç bir həqiqət deyil, heç bir həqiqəti əks etdirmir. Bu sadəcə olaraq bir təxəyyüldən ibarətdir. Təbii ki, doğru olanı Allah bilir, biz yalnız bir təxmin irəli sürürük və bu təxminlərin izahını daha ətraflı şəkildə oxumaq istəyirsinizsə, mənim kitabımı əldə edə bilərsiniz. Kitabımın qiyməti 12 manat təşkil edir, adı Asidir. 20 yanvar və Şamaxınka ərazilərinə ödənişsiz çatdırma edə bilərəm. Digər yerlərə isə ödənişlə olsa belə çatdırma etmirəm. Yalnız kuryer vasitəsilə və yaxud poçt vasitəsilə ünvanınıza göndərə bilərəm. Təşəkkür edirəm dinlədiyiniz üçün, sağ olun.